çevirmir bu. Yani yəqin xarab olub da ata. Ha düzelt baxım televizyonu. Ata mən nətər düzəldim? Mən usta deyiləm axı, başım çıxır. Ay ben sana o 4 yıl üniversitede niye okudun? O hazırlığa niye pul tökdün? Universitet oxuyanda hər şey öyrəcəm. Bu Ne öyrətmirlər axı. Ver destur bize. Abala sence bu il kim olacak dünya çempionu? Ata, yəqin hansı komanda yaxşı oynasa o olacaq da. Abala sen üniversitede yok mu sana 4 yıl? Ha niye bilmirsən kim olacak dünya çempionu? Ata, nə dəxli universitet? Universitetdə deyirlər ki, hər il kim çempion olacaq. Abala heyf bu hazırlıklara heyf. Abala. Deyirlər bu bizon loteriya keçirir, özü çanqan verir. Deməli nə edirsən? Birin mamana qırmızı rəng, mənə də mokraslat rəngində 1 saata çübəyətdən götürürəm. Al. Ata, bu elə olmur. Nətər olur bəs? Deməli bizon qapağının altında kod olur. O kodu götürürsən, promo.bizonaz saytından qeydiyyatdan keçirsən, qeydiyyatdan keçəndən sonra da maşın udmaq şansı əldə eləyirsən. Hər həftədə şanslar yenilənir. Özdə bu qapağı atmaq olmaz. Çünki udanda səndən istəyirlər bu qapağı. İndi sən 1 saata aşağıda çanqanı hazır eləməsən? Ata, necə eləyim? O şans deyil, sən onu ud. Yox, bəs onda sən o 4 il üniversitede yoxmusan ay bala? 4 universitetin nə dəxli var ya? O şansdır. Şans sağ gəldi. Yox, mən bu üniversitede sən niyə oxudun? Niyə gidiyorsun? Mənim neçə yaşım var? 57 yaşın var da ata sən. Mən niyə dala sayto vuramıram? Niyə vuramırsan? Ay bəs onda o üniversite ay bala Bir dəqiqə saxla da ata. Nə qədər olar bu universitet? Mən turizmçilik oxumuşam, turizmçilik. turizmçi. Hə. Onda yaxşı. Denən görüm avqustun 30-u Bakı İstanbul biletləri neçə olacaq? Başa düşdüm ata. Hə? Yox, da sən nə öyrənmirsən? O üniversitede sən nə öyrəndin ay bala? Nə oxudun?